Bugün sizinle birlikte turşulu şabaldı et kavurması hazırlayırıq. Öncelikle etimizin üzerine nar suyu əlavə edib qaynadırıq. Eğer sizin turşunuz varsa etinizi adi suda qaynadarak sonradan turşu əlavə edə bilərsiniz. Daha sonra 2 adet qovrulmuş soğanın üzerine etimizi, tuzumuzu, biberimizi ve şabaldımızı əlavə edib azca qovururuq. Siz istəsəz bunu belə də yeyə bilərsiniz, amma mən üzəri üçün yumurtalı sadə bir xəmir yoğurdum. Daha sonra yoğurduğum xəmiri istədiyim ölçüdə və qalınlıqda yayıram. Yaydıktan sonra qovurduğumuz qovurmanı qabımıza əlavə edib üzərinə çox az sirkəli su əlavə edirik. Yaydığımız xəmirlə qabımızın üstünü örtüb üzərinə ayırdığımız yumurta sarısını vururuq ve en sonda üzerine çörək otu vururuq. Üzerine çok küçük delikler açırıq ki, xəmirimiz pişən zaman qabarmasın ve bu da nəticə.